16 ildir Azərbaycan taekvondoçuları Avropa çempionatında qızıl medal qazana bilmirlər. Bunun səbəbini demək çox sadədir. Çünki necə deyirlər, pul var idi, yaxşı nəticələr də vardı. İndi isə nəsə alınmır. Güclü legionerlərimiz də ölkəni tərk edəndən sonra bütün ümidlər əsasən legioner olan Qaşım Maqamedovadır. Bəs öz idmançılarımız sonuncu dəfə 2010-cu ildə Təvəkkül Bayramov Avropa çempionu olmuşdu. Bəs ondan sonra növbəti qızılımızı hansı Azərbaycanlı taekvondoçu əldə edəcək? Bir neçə gündən sonra Münxendə Avropa çempionatı başlayacaq. Heyətimiz də çox güclüdür və idmançılarımıza da inamımız var. Amma onlardan kimsə çempion ola biləcəkmi? Və olmazsa federasiyanın hansı nümayəndəsi çıxıb izah edəcək ki, niyə Azərbaycanlı döyüşçülər arasında Avropa çempionu yoxdur? Və ona görə də ola bilər ki, son olimpiya oyunlarında öz taekvondoçularımız yoxdur. Sonuncu olimpiya oyunlarında bildiyimiz kimi Parisdə Qaşım Maqamedov gümüş medal qazanmışdı, amma o da legionerdir. Hələ də legioner dalğası Azərbaycan taekvondosunda davam edir. Amma ümidimiz var ki, ola bilər bir neçə ildən sonra hansısa Azərbaycanlı güclü idmançımız olsun və bu idmana olan sevgini və hörməti qaytarsın. Ümid edək.